Bugün bütün Ağdamlar üçün çox əlamətdar və qürurverici bir gündür. Vətən müharibəsinin başlamasından bir il ötdü. Keçən ilin bu günü mayor, kəşfiyyat komandiri Novruz Əsgərovun şəhid olduğu gündür. Onun vətən uğrunda əvəzsiz xidmətləri olmuşdur. Torpaqlarımızın azadlığı uğrunda canını sipər edərək qanının son damlasına qədər vuruşub və vətən uğrunda şəhidlik zirvəsini ucalmışdır. Allah bütün şehitlerimize rahmet eylesin. Biz bugün bu Azərbaycan torpağında gülle ses seçtimizse bu yiğitlerin sayesinde bizim qələbəmiz. Bizim qələbəmizi Polat Həşimov başlattı. Ama bu yiğitler yerine getirdi, tamamladı bizim qələbəmizi. Biz bütün bir Azərbaycan istəyirik. Bütün bir Azərbaycan'da gördük. Biz bundan fəxr eləməliyik. Onlar ölmüyor. Onlar həmişə bizim qəlbimizdə, ruhumuzda, gözümüzdə yaşayacaqdır. Biz bugün onlarla fəxr edirik. Və həmişə də fəxr edəcəyik. Qürur duyduğumuz bir mənbədir bura, bizim şəhidlər xiyabanımız. Onlar həmişə bizimlədir. Bizimlə də olacaqlar. Ölümünün bir illiyi münasibəti ilə şəhidin yaxınları, döyüş yoldaşları və rayon sakinləri yad edərək şəhidlər xiyabanına üz tutmuş, şəhidimizin döyüş yolundan danışaraq ruhuna dualar oxunmuşdur. Allah rəhmət eləsin, Allah ruhunu şad eləsin. Allah vətənimizin bütövündə şəhid olmuş cəmi Qarabağ şəhidlərimizə, vətən şəhidlərimizin hamısına Allah rəhmət eləsin. Allah valideynlərinə, əzizlərinə səbr əta eləsin. Mən bir daha bu ailənin adından hamınıza zaman təşəkkür ediyorum. Allah köməyiniz olsun. Allah şəhidlərimizin məkanını eləsin. Allah inşallah Allah onları Qiyamətin günündə İmam Hüseyin Əleyhisselamın yanında qərar versin. Əhl-i Beyt tərəflərə yanında qərar versin. Onlar bizim elə bir tarix yazdılar ki, misli görülməmiş. Hamımız, bütün Azərbaycan xalqı, bütün böyükdən kiçiyə hamısı bu şəhidə boşdur. Hamımız bu şəhidlərimizə boşduyuz. Allah məqamlarımızı eləsin. Allah bir daha rəhmət eləsin. Əsgər Novruz Ələddin oğlu 1 dekabr 1980-ci ildə Ağdam rayonu Quzanlı kəndində anadan olur. Kiçik yaşından əmisi Çingiz Quliyev tərəfindən övladlığa götürülür. Həmin vaxtdan bu günə qədər əmisi ilə yaşamağa davam etmişdir. Novruz Əsgərov öz arzusu ilə 1997-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olub, 2001-ci ildə kəşfiyyatın təşkili və aparılması fakültəsini bitirib. Ona diplomu Ulu Öndər Heydər Əliyev şəxsən təqdim etmişdir. Xidmətə Bakı, Salyan, Ağstafa, Ağdam və Tərtər rayonunda en saylı briqadanın kəşfiyyat rəisi vəzifəsində işləmişdir. Əsgərov Novruz 2016-cı ildə aprel döyüşlərinin iştirakçısı olub. Həmin vaxt qızğın döyüşlər zamanı təkcə özü 6 şəhidimizi döyüş meydanından çıxarmışdır. Onun getdiyi bütün əməliyyatlar uğurla keçib. İkinci Vətən müharibəsi başlayanda 28 sentyabr 2020-ci ildə Həsənqaya deyilən ərazidə şəhid olub. Şəhid Novruz Əsgərovun döyüşlər zamanı verdiyi bütün koordinatlar uğurla keçib. O ilk iş günündən bu günə kimi 23 il xidmətdə olub. Novruz Əsgərovun 2 oğul övladı var. Onlar da atalarının yolunu davam etdirəcəklər. Novruz Əsgərov xidməti fəaliyyətinə görə 9 orden və medal alıb. Ali Başkomandan Prezident İlham Əliyev isə onu ölümündən sonra vətən uğrunda medalı ilə təltif edib. Nur içində yat. Allah rəhmət eləsin. Novruz məktəbimizin ən sevimli şagirdlərindən biri olub. Vətənpərvərlik yolunda böyük tərbiyə alıb və bugün o da özünü göstərir. Mən fikrimi sözlə ifadə edə bilmirəm. Sizin torpağınıza da qurbanım. Ruhumuz qarşısında hər birinizin baş əyirəm. Əgər bugün açılan səhərlərimizdə top tüfəng səsi eşidilmirsə sizlərin sayəsindədir. Övladların da sənin adına layiq övlad kimi böyüsün Novruz. Ruhun şad olsun. Burada bizim Mədət müəllim kimi müəllimlərimiz də uyuyor. Bəlkə Mədət müəllim elə bir gözəl müəllim olardı ki, özü də yaradıcılıqla məşğul olan. Novruz kimi o da vətənsevər idi.
şəhadətiniz mübarək. Allah sizə qəni-qəni rəhmət eləsin. Ruhunuz qarşısında bir daha baş əyirəm. Allah razı olsun. Onu da qeyd etməliyəm ki, Novruzun 2-ci Vətən müharibəsində qohumlarından 7 nəfər döyüşlərdə iştirak etmişdir. Onlardan polkovnik leytenant Rauf Cəfərov, kapitan İlkin Rüstəmov, leytenant Kənan Kamalzadə, Həmzəyev Mehdi, baş leytenant Babək Cəfərov və Novruzun davamçısı, qardaşı oğlu xüsusi təyinatlı İskəndər Çingizlini də misal göstərmək olar. Novruz şəhid Hafiz Kamaloğlu Əsgərov adına Quzanlı Orta Məktəbini bitirib. Kitayski razvedçik ləqəbi ilə tanınan kəşfiyyatçı Novruz Əsgərov ölümündən sonra Vətən uğrunda medalı ilə yanaşı, eyni zamanda hərbi xidmətə görə medalı ilə də təltif olunmuşdur. Allah rəhmət eləsin. Novruz Əsgərov mənim qardaşımdır. 2001-ci ildə özünü seçdiyi peşə ilə hərbiçi oldu. Kəşfiyyat peşəsini seçdi. Ona diplomu Ulu Öndər Heydər Əliyev təqdim edildi 2001-ci ildə. Novruz şərəfli döyüş yolu keçibdi. Bugün azad olunan torpaqlarımızı Novruz 22 il bundan qabaq o torpaqlarda gəzib, o torpaqlarda izi var. Novruz bir kəşfiyyatçı kimi əfsanəvi bir kəşfiyyatçı olubdu. Novruz həm də 2016-cı ildə aprel döyüşlərində iştirak edibdi. Orada şəhid olan 6 şəhidimizi döyüş bölgəsindən tək çıxardıbdı. Ona görə onu vaxtilə cənab prezidentimiz qiymətləndirib deməyin. Sonra Novruz bu 2001-ci ildə başlayan Vətən müharibəsində iştirak etdi. 28-də şəhidlik cəzaçəkməsinə yüksəldi. Keçən ilin bu günü. Bəli, Novruz 27-ci günü telefonunda şəhidlik statusu qoymuşdu ki, mən şəhid olsam sevinərəm. Biz ona yazdıq, dedik ki, ondan gözəl yüksək zirvə var. Bu istədiyi zirvəyə də çatdı. Allah dövlət bizim başçısının canı sağ eləsin. 30 illik torpaq həsrətində olduğumuz bu torpaqları bizə şəhidlərimizin zəhməti bahasına, əməyi bahasına qaytardı, bizə verdi. Bugün bütün dünyada əsrlər boyu Azərbaycanın işğal olmuş torpaqların Cənab İlham Əliyev Azərbaycan xalqına bəxş etdi. İlham Əliyevə də və onun xanımına öz minnətdarlığımızı bildiririk. Bugün gəlmişik, Novruz şəhid olan gündür, Novruz bizim əzizimizdir. Mən də zamanında döyüşmüşəm, özüm də zabitəm, 2-ci qrup Qarabağ əliyəm. Bizim yolumuzu bunlar davam etdirib, bu şəhid balalarımız. Torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda verdilər, hüququndan keçdilər. Biz bugün millət olaraq bu şəhidlərimizə borcluyuq, hər birimiz. Çünki bizə atılan güllə bu şəhid balalarımıza dəyir, bizə dəyməyib. Bunlar şəhid olub, bizim yolumuzda, millətimiz yolumuzda. Devlətimiz, devlətçiliyimiz yolunda, bayrağımız yolunda, o bayraqda hamımız təmsil oluruq. Ona görə biz xalq olaraq, millət olaraq bunlara borcluyuq, bütün bu şəhid balalarımıza. Onlar canlarını fəda etdilər, biz bugün yaşayırıq. Dünya durduqca bu şəhidlərimiz yaşayacaq, biz hamılıqla borcluyuq. Bunlar bizim əzizlərimizdir, bunlar canlarından keçdi, yağı düşmənlərə qarşı döyüşdülər. Bugün ziyarətə gəlib onların hərbiçi yoldaşlar, onları salamlayıram. Allah Teala qazilərimizə şəfa versin, şəhidlərimizin ruhu şad olsun. Şəhid ata-analarına səbir diləyirəm. Evladımız azarlayanda nələr keçirik onu hamımız bilir, o hissi keçirik. Evdən şəhid getmək, bala şəhid vermək nə deməkdir? Allah Teala erməniyə min bir bəla versin. Allah siz zabitlərimizi qorusun, gələcəyimizi qorusun, balalarımızı qorusun. Şükür bugün o qələbəni əldə etdik. Şuşa bizdədir. Papaq qoyuruq başımıza, alnımız açıqdır. Ona görə bu şəhidlərin hər birinə borcluyuq biz. Ruhları şad olsun, yerləri cənnət məkan olsun. Allah elimizi, obamızı daimi var eləsin. Amin.
Burada da yok. Burada da başına yırttı, başına da. Allah'ım. Diyelim İskender'in önüne. İskender'in arkasında ben varım. Ben keşfetin reisiye. Benim yaşınıza kaldı. Benim arkamda dedi hiç kes olmuştu. Ben çıkmışım bunlar terbiye. Kuruyacaktı. Hamı düğünlərin oruzun başına. Qadınlar, mayorumuzun başına. Yarıkta sıyırdı da olmadı. Dediler gitti de hareket. Ben başımız destesine su boşaldı. Her torbanın araba kalsın. Her bir alınmış torbanın ortaya. Dedim ki yorulmamış dedirsin. Zora yedi. Allah haraba kalsın. Samirin yanında. Samiri kamandır oldu. Alalarımız gitti. Oranı haraba kalsın. Oranın adını إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد اللهم صل على Atam çox istəyirdi, mənə hər şeyi alıb gətirirdi. Tam o, əziz canımdı atam mənim. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhu şad eləsin. Şəhidlər ölməz, vətən bölünməz!